Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Sabit cərəyan qanunları bölməsində növbəti mövzu ilə davam edirik. Və başlayaq birinci sualla. Tam dövrə üçün mənbəyin qütblərindəki gərginliyin dövrədəki cərəyan şiddətindən asılılıq qrafiki təsvir edilmişdir. A nöqtəsində ordinatın qiyməti hansı fiziki kəmiyyətin qiymətinə uyğundur? Ümumiyyətlə, gərginlik bu şəkildə U bərabərdir epsilon çıxılsın I vurulsun R şəklində ifadə olunur və A nöqtəsinə uyğun cərəyan şiddətinin qiymətinin sıfıra bərabər olduğunu görürük. Yəni buradakı A nöqtəsində cərəyan şiddəti sıfırdır. O zaman burası sıfıra gedir və düstur necə qalır? U bərabərdir epsilon. Yəni bu nöqtədəki gərginliyin qiyməti elektrik hərəkət qüvvəsinə bərabərdir. Yəni buradakı A nöqtəsinə uyğun gərginlik bizə mənbəyin elektrik hərəkət qüvvəsinin qiymətini göstərir. Növbəti sualda tam dövrə üçün mənbəyin qütblərindəki gərginliyin dövrədəki cərəyan şiddətinin asılılıq qrafiki təsvir edilmişdir. B nöqtəsində absisin qiyməti hansı fizik kəmiyyətin qiymətinə uyğundur? Yazıram U bərabərdir epsilon çıxılsın I R və burada U'nun sıfıra bərabər olduğunu, yəni B nöqtəsində gərginliyin sıfıra bərabər olduğunu görürük. Gərginlik sıfıra bərabərdirsə, o zaman epsilon bərabərdir IR yaza bilərik. Və həmən nöqtədəki B nöqtəsindəki cərəyan şiddəti I bərabərdir epsilon bölünsün R şəklində təyin olunur. Və bu cərəyan şiddətinə biz qısa qapanma cərəyan şiddəti deyirik. Yəni buradakı B nöqtəsinə uyğun cərəyan şiddəti qısa qapanma cərəyan şiddətidir. İndi növbəti məsələlərdə əgər qarşımıza bu tipli suallar çıxarsa, deməli biz bilməliyik ki, gərginlik oxundakı qiymət bizə epsilonu, yəni elektrik hərəkət qüvvəsini göstərəcək. Cərəyan şiddəti oxu üzərindəki qiymət isə bizə qısa qapanma cərəyan şiddətini göstərəcəkdir. Bu məlumat bizə dediyim kimi növbəti məsələlərdə lazım olacaq, ona görə yadımızdan çıxartmayaq. Və davam edək üçüncü sualla. Mənbənin elektrik hərəkət qüvvəsi hansı ifadə ilə təyin olunur? Ümumiyyətlə birinci növbədə qısa qapanma cərəyan şiddəti deyək ki, epsilonun R-ə nisbəti ilə təyin olunur. Və biz buradan əgər mənbənin elektrik hərəkət qüvvəsini, yəni epsilonu tapmaq istəsək, qısa qapanma cərəyan şiddətini R-ə vurmağımız lazımdır. Yəni burada sualımızın cavabı B variantı olmalıdır. Növbəti sualda qısa qapanma cərəyan şiddəti hansı ifadə ilə təyin olunur? Əvvəlki məsələdə də yazdıq. Qısa qapanma cərəyan şiddəti elektrik hərəkət qüvvəsinin daxili müqavimətə nisbəti ilə hesablanır. 5-ci sualda deyir ki, hansı fiziki kəmiyyətin vahidi voltdur? Vahidi volt olan kəmiyyət bir gərginlikdir, bir də elektrik hərəkət qüvvəsidir. Yəni A variantıdır. Hansı fizik kəmiyyət ədədi qiymətcə müsbət vahid yükün qapalı dövrə boyunca hərəkəti zamanı kənar qüvvələrin gördüyü işə bərabərdir? Həmən bu kəmiyyət elektrik hərəkət qüvvəsidir. Kənar qüvvələrin işinin yükə nisbəti ilə ölçülür. Yəni cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi sualımızın cavabıdır. Növbəti sualda deyir ki, açar açıq olduqda voltmetr nəyi ölçür? Əgər buradakı açar açıq olarsa, voltmetr bizə elektrik hərəkət qüvvəsini göstərir. Əgər açar qapalı olarsa, buradakı voltmetr bizə gərginliyi göstərir. Yəni dövrədəki gərginliyi göstərir. İndi açarın açıq olduğunu görürük. Açar açıqdırsa, voltmetr görürük ki, buradakı mənbəyə paralel birləşmişdir. Ona görə mənbənin elektrik hərəkət qüvvəsini ölçür. Bu səbəbdən də sualımızın cavabı cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi olmalıdır. 8-ci sualda qısa qapanma şərti hansıdır? Cərəyan şiddətinin düsturu, yəni tam dövrə üçün Ohm qanunu epsilon bölünsün R üstəgəl R şəklində yazılır. Və qısa qapanma cərəyan şiddəti isə epsilon bölünsün kiçik R şəklində yazılır. Yəni buradakı xarici müqavimət ki var, böyük R var, həmən böyük R sıfıra bərabər olmalıdır ki, düstur epsilon bölünsün R şəklinə düşsün. Yəni demək istədiyimiz odur ki, burada xarici müqavimət sıfıra yaxınlaşmalıdır. Bu da B variantında verilmişdir. Növbəti sualda deyir ki, hansı şərt ödəndikdə mənbəyin sıxaclarındakı gərginlik mənbəyin elektrik hərəkət qüvvəsinə bərabər olur? Gərginlik U bərabərdir epsilon çıxılsın I vurulsun R ifadəsi ilə təyin olunur. Daha sonra bunu necə düşünə bilərik? İndi burada bu
düstur bizə cavab verməyəcək. Başqa bir düstur yazmağımız lazımdır. Həmən düsturda belədir. U bərabərdir epsilon r bölünsün r üstəgəl r yazmağımız lazımdır. Əgər bizə deyirsə ki, mənbəyin sıxaclarındakı gərginlik mənbənin elektrik hərəkət qüvvəsinə bərabər olsun, o zaman r-i sıfıra qəbul edə bilmərik. R-i sıfır qəbul edə bilmərik. Bax, bu B variantı olmaz. Daha sonra r-i sonsuzluq qəbul eləsək. Bax, bu C variantı bizə məntiqli görünür. Niyə? R-i əgər sonsuzluq qəbul eləsək, bax, elə bil ki, burada kəsrin surətində sonsuzluq var, bir də epsilon var. Məxrəcdə də sonsuzluq üstəgəl r var, orada da sonsuzluq eləyir. Sanki sonsuzluqlar ixtisar gedir və geriyə epsilon, yəni U bərabərdir epsilon qalır. Yəni demək istədiyim odur ki, xarici müqavimət çox böyük bir qiymətlərə sahibdirsə, mənbədəki gərginlik elə elektrik hərəkət qüvvəsinin özünə bərabərdir. Növbəti sualda qapalı elektrik dövrəsinin faydalı iş əmsalı hansı ifadə ilə təyin olunur? Faydalı iş əmsalını hesablamaq üçün gərginliyi elektrik hərəkət qüvvəsinə bölmək lazımdır. Gərginliyin yerinə, yəni U-nun yerinə yazıram epsilon r bölünsün r üstəgəl r. Məxrəcdəki epsilonu da olduğu kimi burada yazıram. Epsilonlar gedəndən sonra geriyə qalır. R bölünsün r plus r. Bu da faydalı iş əmsalının düsturudur. Növbəti sualda deyir ki, qapalı elektrik dövrəsinin faydalı iş əmsalı hansı ifadə ilə təyin olunur? Onu əvvəlki məsələdə yazdıq. U bölü epsilon ilə təyin olunur. 12-də sabit cərəyan mənbəyinin sıxaclarındakı gərginliyin tam dövrədəki cərəyan şiddətindən asılılıq qrafiki verilmişdir. Mənbəyin daxili müqavimətini hesablayın. Buradakı qiyməti bayaq demişdik ki, epsilonun qiymətidir. Buradakı qiymət isə qısa qapanma cərəyan şiddətidir. O zaman daxili müqaviməti tapa bilərik. Qısa qapanma cərəyan şiddəti bərabərdir epsilon bölü r şəklində yazılır. Və biz buradan əgər daxili müqavimət, yəni r-i tapmaq istəsək, r bərabərdir epsilon bölünsün qısa qapanma cərəyan şiddəti yaza bilərik. Epsilonun qiymətinin 12-yə, qısa qapanma cərəyan şiddətinin isə 6-ya bərabər olduğunu qrafik bizə göstərir. 12-nin 6-ya nisbəti 2-yə bərabərdir, yəni mənbəyin daxili müqaviməti 2 ohmdur. Növbəti sualda deyilir ki, mənbələrin qısa qapanma cərəyan şiddətləri 6 dəfə fərqlənirsə, onların elektrik hərəkət qüvvələrini müqayisə edin. Elektrik hərəkət qüvvəsini hesablamaq üçün qısa qapanma cərəyan şiddətini daxili müqavimətə vurmağımız lazımdır. Və əgər biz epsilon 1 bölü epsilon 2 nisbətini tapmaq istəyiriksə və yaxud tutalım ki 1 bölü 2 yox, 2 bölü 1 yazsaq, o zaman yaza bilərik. Qısa qapanma 2 bölünsün qısa qapanma 1. Çünki biz görürük ki, burada elektrik hərəkət qüvvəsi qısa qapanma cərəyan şiddəti ilə düz mütənasibdir. Ona görə də I2 bölü I1 yazdıq və eyni zamanda R-lə də düz mütənasibdir. Ona görə R2 bölü R1 yazıram. I2 bölü I1 nisbətini 6 verib, 6-nı yazdım. Vurulsun. R2, yəni ikincinin daxili müqaviməti R qədər. Birincinin daxili müqaviməti 3R qədər. R-lər də gedəndən sonra, 6 ilə 3 də gedəndən sonra geriyə qalır 2. Yəni epsilon 2-nin epsilon 1-ə nisbəti 2-yə bərabərdir. O zaman buradan epsilon 2 bərabərdir 2 epsilon 1 alırıq. Bu da D variantında verilmişdir. Növbəti sualla davam edirik. Mənbələrin qısa qapanma cərəyan şiddətləri 2 dəfə fərqlənirsə, daxili müqavimətlərini müqayisə edin. Qısa qapanma cərəyan şiddəti üçün düsturumuz epsilon bölünsün r şəklindədir. Və biz buradan əgər daxili müqaviməti tapsaq, r bərabərdir epsilon bölünsün i qısa qapanma yaza bilərik. Buradan belə yazaq da r1 bölü r2 yazaq. R1 bölü R2 bərabərdir. Görürəm ki, R, yəni daxili müqavimət qısa qapanma cərəyan şiddəti ilə tərs mütənasib asılıdır. Ona görə də yazıram I2 bölünsün I1, amma epsilonla, yəni elektrik hərəkət qüvvəsi ilə düz mütənasibdir. Ona görə də yazıram vurulsun epsilon 1 bölünsün epsilon 2. Bu da bərabərdir, davamını burada yazacağım. I2 bölü I1 nisbətinə 2 verib, 2-ni yazdım. Sonra epsilon 1 bölü epsilon 2. Epsilon 1-in yerinə elə epsilon 1-i yazıram. Epsilon 2-nin yerinə isə 3 epsilon 1 yazıram. Epsilon 1-lər ixtisar getdi. Qaldı geriyə 2 bölü 3. Yəni R1 bölü R2 nisbəti 2 bölü 3-ə bərabərdir. Çarpaz vursaq buradan nə alınır? 3R1 bərabərdir 2R2. Deməli 3
R1 bərabərdir 2R2. Hər tərəfi 2-yə bölsək 1,5 R1 bərabərdir R2 alınır. Yəni R2 bərabərdir 1,5 R1-ə bərabərmiş. Bu da A variantında verilmişdir. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi epsilon, daxili müqaviməti R olduqda şəkildə göstərilən elektrik dövrəsində cərəyan şiddəti hansı ifadə ilə təyin olunur? Baxın, burada 3 dənə R-in bir-biri ilə paralel birləşdiyini görürük. Deməli, bura R bölü 3-dür. R bölü 3 burada var, bir dənə R burada var, bir dənə R də burada var. Və bu 3 dənə R toplanılır. O zaman olur R üstə gəl R bölü 3, üstə gəl R. Bu da bərabərdir 2R üstə gəl R bölü 3. Bu da 7R bölü 3 verir bizə ümumi xarici müqaviməti. Cərəyan şiddətini hesablamaq üçün yazıram. I bərabərdir epsilon bölünsün. Xarici müqavimət yerinə yazıram. 7R bölünsün 3. Üstə gəl daxili müqaviməti də olduğu kimi yazdım. İndi buradan davam etsəm, epsilon bölünsün 7R üstə gəl 3R bölünsün 3. Bu bölünsün 3'ü kəsrin surətinə çıxardıram və 3 olur burada. Deməli, cavabımız bu olmalıdır. 3 epsilon bölünsün 7R üstə gəl 3R. Bu da D variantında verilmiştir. Növbəti sualda cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi epsilon, daxili müqaviməti R olan elektrik dövrəsində cərəyan şiddəti hansı ifadə ilə təyin olunur? Deməli, burada 2 dənə R-in bir-biri ilə paralel birləşdiyini görürük. O zaman buranın müqaviməti R bölü 2'dir. Sonra burada 3 dənə R-in paralel birləşdiyini görürük. Bura R bölü 3'dür. Burada da bir dənə R var. Və 3 dənəsi bir-biri ilə ardıcıl birləşmişdir. Yəni biz bunları toplamağımız lazımdır. R bölü 2 üstə gəl R bölü 3 üstə gəl R. Bunların ortaq məxrəci 6'dır. 6. Və yazıram yuxarıda 3R üstə gəl 2R üstə gəl 6R. 3'ün üzərinə 2 gəldim 5, 5'ə də 6 gəldik 11 elədi. Yəni 11R bölünsün 6 ümumi xarici müqavimətdir. Bunu biləndən sonra elektrik dövrəsindəki cərəyan şiddətini hesablaya bilərik. I bərabərdir epsilon bölünsün xarici müqavimət yerinə bunu yazıram. 11 R bölünsün 6. Daxili müqavimət yerinə də bunu yazıram. Bu da bərabərdir epsilon bölünsün 11 R üstə gəl 6 R və məxrəcdəki 6 da qalxır yuxarı. Yəni 6 epsilon bölünsün 11 R üstə gəl 6 R sualımızın cavabıdır. 17-də elektrik hərəkət qüvvəsi 5 volt olan mənbəni qısa qapadıqda dövrədən 5 amper cərəyan keçir. Bu mənbəyə 4 ohm xarici müqavimət qoşanda dövrədən keçən cərəyan şiddətini hesablayın. Baxın, elektrik hərəkət qüvvəsi var, qısa qapanma cərəyan şiddəti var. O zaman daxili müqaviməti hesablaya bilərəm. Daxili müqavimət bərabərdir epsilon bölünsün I qısa qapanma. Bu da bərabərdir epsilonun qiyməti, yəni elektrik hərəkət qüvvəsi 5, qısa qapanma cərəyan şiddəti də 5. Bunları bir-birinə böləndə 1 ohm daxili müqavimət alınır. Bunları bilərəkdən dövrədən cərəyan şiddətini hesablamaq olar. I bərabərdir epsilon bölünsün R üstə gəl R. Buradan I bərabərdir elektrik hərəkət qüvvəsi 5 voltdur. 5'i yazdım burada. Xarici müqavimət 4 ohmdur. Daxili müqavimət isə 1 hesabladıq. Bu da 5 bölü 5'dir. 5'i də 5'ə böləndə 1 alınır. Yəni Y variantı sualın cavabıdır. 18'də cərəyan mənbəyinin sıxacılarına qoşulmuş voltmetr dövrə açıq olduqda 8 volt. Bu açıq olduqda bizə göstərir elektrik hərəkət qüvvəsini. Yəni elektrik hərəkət qüvvəsi 8 voltdur demək istəyir. Qapalı olanda isə gərginliyi göstərir. Bu da 5 voltdur demək istəyir. Qapalı dövrənin faydalı iş əmsalını hesablayın. Faydalı iş əmsalını hesablamaq üçün U bölü epsilon vurulsun 100% yazmağımız lazımdır. Yəni 5 bölü 8 vur 100, o da 62,5% deməkdir. Növbəti sualda elektrik hərəkət qüvvəsi 5 volt olan mənbəyə daxili müqaviməti 12 ohm olan lampa qoşulmuşdur. Mənbəyin daxili müqaviməti 0,5 ohm olduğunu bilərək lampadakı gərginliyi hesablayın. Gərginlik U bərabərdir epsilon R bölünsün R üstə gəl R ifadəsi ilə təyin olunur. Elektrik hərəkət qüvvəsi 5 yazdım. Xarici müqavimət 12 bölünsün 12 üstə gəl daxili müqavimət, yəni 0,5. Bu da bərabərdir. Yuxarıda eləyir 60, aşağıda da eləyir 12,5. 60'ı 12,5'ə bölürük. Yəni hardasa 6000'i böləcəyik. 6000'i yox.
600-ü böləcəyik 125-ə. Neçə dəfə olur? 4 dəfə desək, 4, 4 5-in 20, 4 2-in 8, 10, 4 1-in 4, bir də 5. Sonra 0, 0, 1. Mini də 125-ə böləndə alınır 8. Yəni 4,8 volt sualımızın cavabıdır. 20-ci sualda cərəyan mənbəyinin sıxaclarına qoşulmuş voltmetr xarici dövrə qapandıqda 3,6 volt, açıldıqda isə 4,5 volt göstərir. Cərəyan mənbəyinin faydalı iş əmsalını hesablayın. Faydalı iş əmsalını hesablamaq üçün buradakı 3,6 volt qapalı vəziyyətdə bu gərginliyin qiymətidir. Açıq vəziyyətdə isə epsilonun qiymətini göstərir. Və faydalı iş əmsalı U bölü epsilon vurulsun 100% ifadəsi ilə təyin olunur. Buradan faydalı iş əmsalını hesablamaq üçün gərginliyin qiyməti 3,6 bölünsün. Bu birisinin qiyməti, yəni elektrik hərəkət qüvvəsi 4,5 vurulsun 100 yazıram. Bunları 9-a ixtisar aparsaq, burada 4, burada da 5 qalar. 400-ü də 5-ə böləndə alınır 80%. Faydalı iş əmsalı 80%-ə bərabərmiş. Növbəti sualda qapalı dövrənin faydalı iş əmsalı 70%. Dövrənin xarici müqaviməti 7 ohm olarsa, cərəyan mənbəyinin daxili müqavimətini hesablayın. Deməli, faydalı iş əmsalı eta bərabərdir. R bölünsün. R plus R yazılır. Faydalı iş əmsalı 70%. Yəni 0,7 bərabərdir. Xarici müqavimət 7 yazdım. 7 bölünsün. 7 üstəgəl daxili müqavimətdə R-dir. Buradan hər tərəfi 7-yə bölsəm. Bunu da böldüm, bunu da böldüm. Nə qaldı? 0,1 qaldı. 0,1. O zaman belə bir şey alarıq da. 7 üstəgəl R bərabərdir. 7 bölünsün 7 üstəgəl R bərabər 7 yox. Burada 7 ixtisar getmişdə zaten. 1 bölünsün 0,1. Buradan 7 üstəgəl R bərabərdir 1-i 0,1-ə böləndə 10 alınır. Buradan R bərabərdir 10-dan 7-ni çıxıram və 3 ohm sualın cavabıdır. O da A variantında verilmişdir. Davam edirik növbəti məsələ ilə. Qapalı dövrənin faydalı iş əmsalı 80%, cərəyan mənbəyinin daxili müqaviməti 1 ohm olarsa, dövrənin xarici müqavimətini hesablayın. Deməli, belə hesablanır. Eta bərabərdir. R bölünsün R üstəgəl R. Qiymətlərini gətirək yerinə qoyaq. Faydalı iş əmsalı 80%. Bunu yazıram 0,8. Bərabərdir. Xarici müqaviməti bilmirəm. Daxili müqaviməti 1 ohm bilirəm. Buradan 0,8-ə vuraq. 0,8 R üstəgəl 0,8 bərabərdir R-ə. Buradan 0,8 R-i o tərəfə atsaq, R-dən 0,8 R-i çıxanda alınır 0,2 R bərabərdir 0,8. Buradan R bərabərdir 0,8 böl 0,2. Buradan R bərabərdir 4 ohm sualın cavabıdır. Növbəti sualda mənbənin sıxaclarındakı gərginlik 36 volt. Dövrənin xarici müqaviməti, bax, deyir ki, xarici müqavimət mənbənin daxili müqavimətindən 9 dəfə çoxdur. Xarici müqavimət daxili müqavimətdən 9 dəfə çox imiş. Mənbəyin elektrik hərəkət qüvvəsini hesablayın. Bunu necə yaza bilərik? Bunu belə yaza bilərik. U bərabərdir. Epsilon bölünsün R plus R. Və buradan epsilonu tapmaq istəsək, epsilon bərabərdir. U vurulsun R plus R yox, U bərabər belədir də düzdür. Epsilon R bölünsün R plus R. Burada elə bil ki, R-in yerinə 9 R yazacaq. Görək ki, nə alınacaq. Ümumiyyətlə, epsilonu tapmaq istəsək, epsilon bərabərdir. R-i burada yazıram. Çünki epsilondan R vurulur. U vurulsun R plus R də buradadır. Buradan alınır epsilon bərabərdir. Gərginliyin qiyməti 36 voltdur. 36-nı burada yazdım. R-in yerinə 9 R yazıram və R üstəgəl R olduğu üçün 9 R-in üzərinə bir dənə R-i də gəlirəm. O da eləyir 10 R. Bölünsün, məxrəcdə də R var. Məxrəcdəki R-in yerinə də 9 R-i yazıram. Bu da bərabərdir. R-lər gedir. Yuxarıda 360, aşağıda 9. 360 da 9-a böləndə alınır 40 volt. Sualın cavabı. Növbəti sualda mənbəyin qısa qapanma cərəyan şiddəti 12 amperdir. Dövrənin xarici müqaviməti mənbəyin daxili müqavimətindən 5 dəfə çox olarsa,
Qapalı dövrədəki cərəyan şiddətini hesablayın. Qısa qapanma cərəyan şiddəti epsilon bölünsün R ifadəsi ilə təyin olunur. Və bunun qiymətinin 12-yə bərabər olduğunu deyir. Bu 12 amperə bərabərmiş. Və sonra deyir ki, dövrənin xarici müqaviməti, yəni R, mənbənin daxili müqavimətindən, yəni kiçik R-dən 5 dəfə çoxmuş. R bərabərdir 5R yaza bilərik. Qapalı dövrədəki cərəyan şiddətini hesablayın. Yaxşı yazaq. I bərabərdir epsilon bölünsün R plus R. Burada epsilonun yerinə nə yaza bilərik? Epsilonun yerinə yaza bilərik. R vurulsun 12. Epsilonun yerinə yazacağım. R vurulsun 12. Bölünsün. Böyük R-in yerinə 5R yazacağım. 5R üstə gəl R. Bu da bərabərdir 12R bölünsün 6R. Bu da bərabərdir. R-lər gedəndən sonra geriyə qalır 2. Sualın cavabı C variantı. Növbəti sualda qapalı dövrədəki mənbəyin saclarındakı gərginliyin cərəyan şiddətindən asılılıq qrafiki verilmişdir. Xarici müqavimət 9 ohm olarsa, dövrədəki cərəyan şiddətini hesablayın. Baxın, dediyimiz kimi, buradakı qiymət epsilonun qiymətidir. Buradakı qiymət isə qısa qapanma cərəyan şiddətini göstərir. Və biz buradan mənbənin daxili müqavimətini hesablaya bilərik. R bərabərdir epsilon bölünsün I yaza bilərik. Epsilonun qiyməti 5, qısa qapanma cərəyan şiddəti 5. 5-i 5-ə bölərik və mənbənin daxili müqaviməti 1 ohma bərabər olar. Cərəyan şiddətini hesablamaq üçün I bərabərdir epsilon bölünsün R plus R yazıram. Epsilon, yəni elektrik hərəkət qüvvəsi 5-ə bərabərdir. Xarici müqavimət 9-dur, daxili müqavimət isə 1-dir. Bu da bərabərdir 5 bölü 10, o da bərabərdir 0,5 amper. Sualın cavabı C variantı. Növbəti sualda qapalı dövrədən axan cərəyan şiddətinin xarici müqavimətdən asılılıq qrafiki hansıdır? I bərabərdir epsilon bölünsün R üstə gəl R ifadəsinə əsasən biz burada görürük ki, R, yəni xarici müqavimət məxrəcdədir. Amma burada bir müsbət işarəsi olduğuna görə müəyyən bir qiymətdən başlayıb azalır və həmən bu qiymət qısa qapanma cərəyan şiddətini göstərir. Yəni R əgər sıfıra yaxınlaşsa belə cərəyan şiddətinin müəyyən bir qiyməti var və həmən qiymət bizə qısa qapanma cərəyan şiddətinin qiymətini verir. Sualın cavabı A variantıdır. Növbəti sualda sabit cərəyan mənbəyinin saclarındakı gərginliyin xarici müqavimətdən asılılıq qrafiki B variantındakı kimidir. U bərabərdir epsilon vurulsun R bölünsün R plus R. Burada R-in artması ilə, yəni xarici müqavimətin artması ilə gərginlik də artır. Amma və lakin xətti bir asıllıq yoxdur. Nə də kvadratik asıllıq bir yoxdur. Çünki burada kəsirin surətində də R var, məxrəcdə də R var. Bu səbəbdən dolayı da artır, gərginlik artır. Amma xətti artan bir qrafik və yaxud düz xətli artan bir qrafik ola bilməz. Bax, bu şəkildə bir qrafik olmalıdır. 28-ci sualda mənbələrin qısa qapanma cərəyan şiddətlərini müqayisə edin. Qısa qapanma cərəyan şiddəti epsilon bölünsün R ifadəsi ilə təyin olunur. Birincisindəki qısa qapanma cərəyan şiddəti epsilon 1 bölünsün 2R-dir. İkincisindəki cərəyan şiddəti, qısa qapanma cərəyan şiddəti isə 3 epsilon 1 bölünsün R-dir. Baxın, fikir versəz, ikincisindəki qısa qapanma cərəyan şiddətinin birincisindən 6 dəfə çox olduğunu görürük. Yəni elə bil ki, bunu 6-ya vurmağımız lazımdır ki, bunu alaq, ikinciyi alaq. Ona görə deyirik ki, ikincidəki qısa qapanma cərəyan şiddəti birincidəki qısa qapanma cərəyan şiddətindən 6 dəfə çoxdur. I2 bərabərdir 6I1-dir. Növbəti sualda da qısa qapanma cərəyan şiddətlərinin müqayisəsini soruşur. Birincisində tapsaq epsilon 1 bölünsün 3R-dir. İkincisində tapsaq 3 epsilon 1 bölünsün R-dir. Yəni burada isə 9-a vurmağımız lazımdır. Birincini 9-a vurmağımız lazımdır ki, ikinci alınsın. Ona görə biz deyə bilərik ki, ikincisi birincisindən 9 dəfə böyükdür. I2 9 I1-ə bərabərdir. Növbəti sualda deyir ki, mənbəyin sıxaclarındakı gərginliyi hesablayın. 3 dənə yer müqaviməti bir-biri ilə paralel birləşib və hər birinin müqaviməti 6 ohmdur. Paralel birləşdiyi üçün sayına bölürük və burada 2 ohm müqaviməti olduğunu deyirik. Onun ardınca da burada bir dənə yer müqaviməti var, o da 6 ohmdur. 2 ohmdan 6 ohm bir-birinə ardıcıl birləşiblər və burada ümumi 8 ohm müqavimət var. Deməli, R ümumi bərabərdir 8-dir. Gərginliyi hesablamaq üçün U bərabərdir epsilon R bölünsün R üstə gəl R ifadəsindən istifadə edirik.
Elektrik hərəkət qüvvəsi 9-a bərabərdir. Yazdım 9 vurulsun. Ümumi müqavimət 8-ə bərabərdir. Yazdım vurulsun 8. Bölünsün. Yenə ümumi müqavimət yerinə 8, daxili müqavimət yerinə isə 1 yazacağım. Bu da bərabərdir. Yuxarıda 9 vur 8, məxrəcdə isə 9. 9'lar getdi, geriyə qaldı 8. Sualın cavabı D variantı. Növbəti sualda deyir ki, dövrədəki cərəyanın şiddətini hesablayın. Baxın, burada 3 dənə müqaviməti bir-biri ilə paralel birləşiblər və hər birinin müqaviməti 3'dür. Ona görə 3'ü 3'ə bölürük. Burada 1 ohmluq müqavimət var. Sonra bunun ardınca da bir dənə yenə 3 ohmluq müqavimət gəlir. 1 ohmdan 3 ohm ardıcıl birləşdikləri üçün ümumi müqavimət 4 ohma bərabərdir. Ümumi xarici müqavimət 4 ohmdur. Dövrədəki cərəyan şiddətini hesablamaq üçün epsilon bölünsün R plus R ifadəsindən istifadə edirik. Elektrik hərəkət qüvvəsi 18'dir. Xarici müqavimət 4'dür. Daxili müqavimət isə 2'dir. Bu da bərabərdir 18 bölü 6 nisbətindən cərəyan şiddətinin 3 amperə bərabər olduğunu görürük. Yəni sualın cavabı D variantıdır. Növbəti sualda deyir ki, naqillərdəki cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Bu naqillər bir-birləri ilə paralel birləşmişdirlər. Paralel birləşmədə cərəyan şiddəti gərgin müqavimətdən tərs mütənasib asılıdır. I bərabərdir U bölü R ifadəsinə əsasən gərginlik sabitdir və cərəyan şiddəti müqavimət ilə tərs mütənasib asılıdır. Yəni I1 bölü I2 bərabərdir R2 bölünsün R1 yaza bilərik. İkincinin müqaviməti R qədər, birincinin müqaviməti isə 4R qədər. R ilə 4R getdi, qaldı geriyə 1 bölü 4. Yəni I1 bölü I2 1 bölü 4'ə bərabərdir. Buradan çarpaz vursaq, I2 bərabərdir 4 I1 alınır. Yəni sualın cavabı Y variantıdır. 33-cü sualda Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birinci dövrədəki cərəyan şiddətini hesablasaq, epsilon bölünsün, yəni 16 bölünsün R plus R, yəni 6 üstəgəl 2. 16'nı 8'ə böldük, burada 2 amper cərəyan oldu. İkinci dövrədəki cərəyan şiddətini hesablamaq üçün 16 bölünsün R plus R, yəni 2 üstəgəl 2. O da 4 elədi, bu da 4 amper cərəyan var. Yəni sxem 1-də 2 amper cərəyan var, sxem 2-də isə 4 amper cərəyan var deyə bilərik. Qısa qapanma cərəyan şiddəti hər ikisində epsilon bölü R, yəni 16 bölü 2 burada, 16 bölü 2 də burada. Hər ikisində qısa qapanma cərəyan şiddəti 8 amperə bərabərdir. Xarici müqavimətdəki ayrılan gücün 24 vata bərabər olduğunu deyir. Biz cərəyan şiddətlərini bilirik. O zaman gücün düsturunu P bərabərdir I-nin kvadratı vurulsun R yaza bilərik. Və biz buradan R-i tapmaq istəsək, R bərabərdir P bölünsün I-nin kvadratı yaza bilərik. Deməli, R müqavimət bərabərdir. Ya da belə yazaq da, heç bunu yazmağımıza gərək yoxdur. Əslində bunu yazmayaq. Belə eləyək. P bərabərdir I-nin kvadratı R. Doğrudurmu? Bizə nə qədər deyir? 24 wattdır deyir. Baxın. I-nin kvadratı. Bax, birinci dövrəyə fikir verin. I-nin kvadratı, yəni 2'nin kvadratı 4. 4'ü 6'ya vurduq, 24. Elə əslində buradakı belə deyək, birinci sxemdə ayrılan güc 24 vata bərabərdir. Yəni 4'ü elə bəri başdan buraya yaza bilərik. Ona görə də 2, 4, 1, 3 sualımızın cavabıdır. Qapalı dövrədəki mənbəyin sıxaclarındakı gərginliyin dövrədəki cərəyan şiddətindən asılılıq qrafiki hansıdır? U bərabərdir epsilon çıxılsın I R ifadəsinə əsasən I-nin qarşısında mənfi işarəsi olduğu üçün qrafik aşağı doğru düşməlidir, xətti bir asıllıq olmalıdır və sualın cavabı Y variantı olmalıdır. Qapalı dövrədəki cərəyan şiddətinin verilmiş mənbənin sıxaclarındakı gərginlikdən asıllıq qrafiki hansıdır? Deməli, U bərabərdir epsilon çıxılsın IR ifadəsindən biz buradan I-ni tapmaq istəsək yaza bilərik. I vurulsun R bərabərdir I vurulsun R bərabərdir epsilon çıxılsın U. Və buradan I-ni tapmaq istəsək, cərəyan şiddətini tapmaq istəsək, epsilon çıxılsın U bölünsün R yaza bilərik. Buradan görürük ki, cərəyan şiddəti gərginlikdən xətti bir asıllığa sahibdir və qarşısında mənfi işarəsi var. Ona görə qrafik aşağı doğru düşməlidir. Yəni sualın cavabı B variantı olmalıdır. 37-ci sualla davam edirik.
Daxili müqaviməti R olan cərəyan mənbəyinə hər birinin müqaviməti 3R olan rezistor ardıcıl qoşulmuşdur. Bu rezistorlar paralel birləşdirilərsə dövrədəki cərəyan şiddəti necə dəyişər? Deməli, 3 rezistor ardıcıl qoşulanda ümumi müqaviməti hesablayaq birinci növbədə. Yazıram R ardıcıl bərabərdir. Sayına vururuq. Yəni 3 R-i vururam 3-ə. Bu da eləyir 9R. Burada cərəyan şiddətini hesablasaq, I bərabərdir. Epsilon bölünsün R plus R yaza bilərik. Və R-in yerinə bunu yazacağım. 9R-i yazacağım. Epsilon bölünsün R üstəgəl, yox, kiçik R-in yerinə 9R yazmağımız lazımdır. Daha doğrusu böyük R yerinə, yəni xarici müqavimət yerinə 9R yazıram. 9R üstəgəl R, o da bərabərdir. Epsilon bölünsün 10R olur. Bu ardıcıl birləşmə zamanı bu şəkildə. İndi isə paralel birləşməyə baxırıq. Paralel birləşmədə ümumi müqaviməti tapmaq üçün sayına bölürük. Yəni 3R-i 3-ə bölməyimiz lazımdır ki, bu da R-ə bərabərdir. İndi isə paralel birləşmə zamanı cərəyan şiddətini hesablayıram. I bərabərdir. Epsilon bölünsün. Xarici müqavimət yerinə bir dənə R yazıram. Daxili müqavimət də zaten R-ə bərabərdir. O da epsilon bölünsün 2R-ə bərabər olur. Gördüyümüz kimi birinci növbədə ardıcıl birləşmə zamanı epsilon bölünsün 10R. Paralel birləşmə zamanı epsilon bölünsün 2R oldu. Burada məxrəcin necə dəyişdiyinə diqqət yetirin. Məxrəc 10 idi, məxrəc 2 oldu. Yəni məxrəc 5 dəfə azaldı. Kəsrin məxrəci 5 dəfə azalarsa, kəsrin qiyməti 5 dəfə artar. Yəni dövrədəki cərəyan şiddəti 5 dəfə artmalıdır. Növbəti sualda tam dövrənin xarici müqavimətini hesablayın deyir bizə. I bərabərdir. Epsilon bölünsün R üstəgəl R ifadəsindən istifadə edirik. Buradan R plus R bərabərdir. Epsilon bölünsün I yaza bilərik. Və bizə buradan böyük R lazımdır. R bərabərdir. Epsilon bölünsün I çıxılsın kiçik R. Bu da bərabərdir. Epsilonun, yəni elektrik hərəkət qüvvəsinin qiyməti 12 volt. Cərəyan şiddəti 2 amper. Çıxılsın daxili müqavimət isə 1 ohm. Bu da bərabərdir. 6 çıxılsın 1, o da bərabərdir 5. Yəni xarici müqavimət 5 ohma bərabərdir. Növbəti sualda mənbəyin xariclərindəki gərginlik dövrənin xarici müqaviməti mənbəyin daxili müqavimətindən 9 dəfə böyükdür. Deməli, mənbəyin xariclərindəki gərginlik 36 volt, dövrənin xarici müqaviməti mənbəyin daxili müqavimətindən 9 dəfə böyükdür. Mənbəyin elektrik hərəkət qüvvəsini hesablayın. Deməli, biz belə bir şey yaza bilərik. U bərabərdir. Epsilon R bölünsün R plus R. Bu da bərabərdir. Epsilonu yazdım olduğu kimi. R-in yerinə, böyük R-in yerinə 9R yazacağım. 9R bölünsün. Məxrəcdə də böyük R-in yerinə 9R yazdım. Üstəgəl R. Bu da bərabərdir. Epsilon vurulsun 9R bölünsün 10R şəklində bir şey alınır. Buradakı R-lər gedəndən sonra deməli U bərabərdir. Epsilon vur 9 bölünsün 10 alırıq. Yazıram burada. U bərabərdir. 9 epsilon bölünsün 10. Burada gərginliyin qiyməti 36, bizə EHG lazımdır. O zaman yazıram epsilon bərabərdir. 9'u yazdım məxrəcdə, 10 U-nu da yazdım kəsirin surətində. Buradan epsilon bərabərdir. 10 vurulsun. Gərginlik 36'ya bərabərdir. Bölürəm 9'a. 10'u 36'ya vuranda 360, 360'ı 9'a böləndə alınır 40 volt. Yəni mənbəyin elektrik hərəkət qüvvəsi 40 volta bərabərdir. Növbəti sualda mənbənin elektrik hərəkət qüvvəsi 20 volt, dövrənin xarici müqaviməti daxili müqavimətindən 4 dəfə böyükdür. Deməli yazıram R bərabərdir 4R. Mənbənin xariclərindəki gərginliyi hesablayın. İndi yazıram U bərabərdir. Epsilon vurulsun. Böyük R-in yerinə bunu yazdım. 4R. Bölünsün 4R üstəgəl R. O da bərabərdir 4 epsilon bölünsün 5 şəklində bir şey aldıq. İndi bizə lazımdır mənbəyin xariclərindəki gərginliyi hesablamaq. Bax, U bərabərdir 4 epsilon bölü 5 düsturu təkrar yazıram. Və burada epsilonun yerinə qiymətini yazacağım. Epsilonun qiyməti 20 volta bərabərdir. 4 vurulsun 20 bölünsün 5. Bu da U bərabərdir 80 bölü 5.
o da bərabərdir 16 volt. Yəni mənbəyin sıxaclarındakı gərginlik 16 volta bərabərmiş. Növbəti sualda hansı şərt ödənildikdə mənbəyin sıxaclarındakı gərginlik mənbəyin elektrik hərəkət qüvvəsindən 2 dəfə kiçik olar? Yəni U epsilon bölü 2 olar. U epsilondan 2 dəfə kiçik olmalıdır. İndi belə bir şey yaza bilərik. U bərabərdir epsilon R bölünsün R plus R. Və bu da epsilon bölü 2'ye bərabərdir. Yazdım bərabərdir. Epsilon bölünsün 2. İndi buradakı epsilon ilə buradakı epsilonu aparsaq geriyə nə qalar? R bölünsün R plus R bərabərdir 1 bölü 2. Və bunları çarpaz şəkildə vuraram. 2R bərabərdir R plus R. Və biz buradan kiçik R'i tapmaq istəsək 2R'dən R'i çıxarıq. Və o da R'ə bərabər olmuş olar. Yəni daxili müqavimət xarici müqavimətə bərabər olmalıdır. Sualımızın cevabı da burada Y variantı alınır. Davam edirik 42-ci sualla. Hansı şərt ödənildikdə mənbəyin sıxaclarındakı gərginlik mənbəyin elektrik hərəkət qüvvəsindən 4 dəfə kiçik olar? Deməli, U bərabərdir epsilon bölünsün 4 yaza bilərəm. U'nun yerinə yazıram epsilon R bölünsün R plus R və bu da bərabərdir epsilon bölü 4'ə. Buradakı epsilon ilə buradakı epsilonu apardım. Qaldı geriyə nə? R bölünsün R plus R bərabərdir 1 bölü 4. Və çarpaz şəkildə vursaq 4R bərabərdir R plus R. Buradan daxili müqaviməti tapmaq istəsək 4R'dən bir dənə R'i çıxacam. Yazacağım 4R çıxılsın R, o da bərabərdir 3R. Yəni R bərabərdir 3R şərti daxilində mənbəyin sıxaclarındakı gərginlik elektrik hərəkət qüvvəsindən 4 dəfə kiçik olar. Sualımızın cevabı da oldu A variantı. Növbəti sualda qapalı dövrədə cərəyan şiddətinin dövrənin xarici müqavimətindən asıllıq qrafiki verilmişdir. Mənbəyin daxili müqavimətinin 0,2 ohm olduğunu bilərək C nöqtəsinə uyğun cərəyan şiddətini hesablayın. Baxın, buradakı qiymət qısa qapanma cərəyan şiddətini göstərir. Qısa qapanma cərəyan şiddətini bilirik, mənbəyin daxili müqavimətini bilirik. O zaman elektrik hərəkət qüvvəsini hesablaya bilərik. Çünki qısa qapanma cərəyan şiddəti elektrik hərəkət qüvvəsinin daxili müqavimətə nisbəti ilə hesablanır. Buradan epsilonu tapsaq, qısa qapanma cərəyan şiddətini daxili müqavimətə vurarıq. Və epsilon bərabərdir qısa qapanma cərəyan şiddəti 6, daxili müqavimət 0,2. 6'nı 0,2'ye vurdum və burada alındı 1,2 volt. İndi isə tapırıq cərəyan şiddətini. I bərabərdir epsilon bölünsün R üstəgəl R. Bu da bərabərdir elektrik hərəkət qüvvəsi 1,2. Xarici müqavimət C nöqtəsinə uyğun xarici müqavimət 1,8. Daxili müqavimət isə 0,2'dir. Bu da bərabərdir 1,2 bölünsün 2. O da bərabərdir 0,6. Yəni C nöqtəsinə uyğun cərəyan şiddəti 0,6 amperə bərabərmiş. Növbəti sualda qapalı dövrədə cərəyan şiddətinin dövrənin xarici müqavimətindən asılılıq qrafiki verilmişdir. Mənbəyin daxili müqavimətinin 0,2 ohm olduğunu bilərək C nöqtəsinə uyğun xarici müqaviməti hesablayın. Yenə də burada qısa qapanma cərəyan şiddəti var. Daxili müqavimət var. O zaman elektrik hərəkət qüvvəsini hesablaya bilərik. Qısa qapanma cərəyan şiddəti vurulsun daxili müqavimət. Buradan epsilon bərabərdir 6 vurulsun 0,2, o da bərabərdir 1,2 volt. İndi burada C nöqtəsinə uyğun cərəyan şiddətinin qiymətini bilirik. Yazıram belə. I bərabərdir epsilon bölünsün R plus R. Bizə lazımdır burada xarici müqavimət, yəni böyük R. O zaman yazıram R üstəgəl R bərabərdir epsilon bölünsün I. Və bizə nə lazımdır? Bizə lazımdır R'i tapmaq, xarici müqaviməti tapmaq. O da bərabərdir epsilon bölünsün I çıxılsın kiçik R, yəni daxili müqavimət. Buradan R bərabərdir. Epsilonun qiymətini 1,2 tapdıq. Yazdım 1,2. Bölürəm cərəyan şiddətinə. C nöqtəsinə uyğun cərəyan şiddəti 1'dir. Çıxılsın daxili müqavimət. Daxili müqavimətinin isə 0,2 ohm olduğunu görürük. O zaman buraya yazıram 0,2. Buradan R bərabərdir 1,2'dən 0,2'ni çıxırıq və burada da alınır 1 ohm. Deməli C nöqtəsinə uyğun xarici müqavimət 1 ohm'a bərabərdir. 45-ci sualda K açarı 1 və 2 vəziyyətində olduqda voltmetrin göstərişləri nəyə bərabər olur? K açarı 2 vəziyyətində görürük ki açıqdır.
2 vəziyyəti açıq vəziyyətidir və açıq vəziyyətində voltmetrin göstərişi elektrik hərəkət qüvvəsinə bərabərdir, yəni 8 volta bərabərdir. 1 vəziyyəti isə açarın qapalı vəziyyətidir. Qapalı vəziyyətdə isə voltmetrin göstərişi gərginliyə bərabərdir. Yəni U bərabərdir epsilon R bölünsün R plus R. Bu da bərabərdir. Epsilonun qiyməti 8. Xarici müqavimət 3. Bölürəm. Xarici müqavimət yəni 3 üstə gəl daxili müqavimət də 1. Buradan U bərabərdir 24 bölünsün 4, o da bərabərdir 6 volt. Yəni 1 vəziyyətində 6 volt, 2 vəziyyətində isə 8 volt qiymətləri göstərir. Bu da Y variantında verilmişdir. Gəldik 46-cı suala. Hansı ifadələr doğrudur? Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistora ardıcıl olaraq ikinci belə bir rezistor qoşularsa, mənbəyin elektrik hərəkət qüvvəsi dəyişməz. Yəni mənbəyin elektrik hərəkət qüvvəsi qoşulan rezistorla əlaqəli bir şey deyil. Ona görə birinci variantımız doğrudur. Sonra dövrənin xarici müqaviməti. Xarici müqavimətdə bir dənə R var idi. İndi bir dənə də ardıcıl olaraq bir R qoşuldu. Deməli 2R oldu. Yəni başda R idi, indi isə oldu 2R. Yəni dövrənin xarici müqaviməti 2 dəfə artdı. Daha sonra dövrədəki cərəyan şiddəti I bərabərdir epsilon bölünsün R plus R. Əgər məxrəcdəki kəmiyyət artarsa, yəni xarici müqavimət artarsa, o zaman cərəyan şiddətinin azalması lazımdır. Yəni tam dövrədəki cərəyan şiddəti azalar. O zaman sualımızın cavabı olar 1, 3, 6. 47-ci sualla davam edirik. Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistora ardıcıl olaraq ikinci belə bir rezistor qoşularsa, mənbənin daxili müqaviməti xarici müqavimətdən asılı bir şey deyil. Ona görə bu dəyişməz. Sonra mənbənin sıxaclarındakı gərginlik. Cərəyan şiddəti belə deyək də gərginlik üçün U bərabərdir epsilon vurulsun R bölünsün R plus R. Əgər ikinci ardıcıl rezistor qoşularsa R artır, yəni xarici müqavimət artır. Xarici müqavimət artırsa gərginlik də artar. Mənbənin sıxaclarındakı gərginlik artmalıdır. Sonra tam dövrədəki cərəyan şiddəti I bərabərdir epsilon bölünsün R üstəgəl R. Ardıcıl qoşulanda xarici müqavimət artdığı üçün cərəyan şiddəti azalar. Tam dövrədəki cərəyan şiddəti azalmalıdır. Yəni sualımızın cavabı olmalıdır 1, 3, 6. 48-ci sualda. Hansı ifadələr doğrudur? Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistora paralel olaraq ikinci belə bir rezistor qoşularsa, deməli ardıcıl birləşmədə sayına vururduq, paralel birləşmədə isə sayına bölürdük. Yəni R bölü 2 olurdu. Əvvəlcə R var idi, sonra isə oldu R bölü 2. Yəni müqavimət azaldı. İndi mənbəyin elektrik hərəkət qüvvəsi dəyişməz. Çünki elektrik hərəkət qüvvəsi xarici müqavimətdən asılı deyil. Amma dövrənin xarici müqavimətinin 2 dəfə azaldığını gördük. Tam dövrədəki cərəyan şiddəti necə dəyişər? I bərabərdir epsilon bölünsün R üstəgəl R. Əgər xarici müqavimət azalırsa, cərəyan şiddətinin artması lazımdır. Tam dövrədəki cərəyan şiddəti artar. Yəni sualımızın cavabı 1, 4, 5 olmalıdır. Növbəti sualda. Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistora paralel olaraq ikinci belə bir rezistor qoşularsa, mənbənin daxili müqaviməti dəyişməz. Çünki mənbənin daxili müqaviməti rezistorla falan məkan asılı deyil. Sonra mənbənin sıxaclarındakı gərginlik U bərabərdir epsilon R bölünsün R üstəgəl R. Paralel qoşulma zamanı R, yəni xarici müqavimət azaldığı üçün gərginlik də azalar. Mənbəyin sıxaclarındakı gərginlik azalar. Tam dövrədəki cərəyan şiddəti I bərabərdir epsilon bölünsün R üstəgəl R. Paralel birləşmədə R, yəni xarici müqavimət azaldığı üçün cərəyan şiddəti artar. Yəni 5-ci variantımız doğru olar. O zaman sualın cavabı 1, 4, 5 deyə bilərik. 50-ci sualda. Eyni materialdan hazırlanmış iki naqil dövrəyə paralel birləşmişdir. Onlardan keçən cərəyan şiddətlərinin nisbətini hesablayın. İndi baxırıq. Burada sahə biz bilirik ki, S bərabərdir PR kvadratı ifadəsi ilə təyin olunur və burada S R'in kvadratı ilə mütənasibdir. Radiusu 2R olanın sahəsinə 4S desəm, radiusu R olanın sahəsinə S deməliyəm. Yəni sahələr 2 dəfə fərqlənir, daha doğrusu radiuslar 2 dəfə fərqlənirsə, sahələr 4 dəfə fərqlənməlidir.
Birincinin müqavimətini yaza bilərəm. R1 bərabərdir. Rho vurulsun uzunluq 2L, sahə 4S. Rho L bölünsün 4S. Bu da bərabərdir. 2 ilə 4 ixtisar gedər və Rho L bölünsün 2S qalar. İkincinin müqaviməti üçün R2 bərabərdir. Rho vurulsun uzunluğu L qədər, sahəsi də S qədər. Rho L bölünsün S. İndi biz burada baxırıq ki, birincidə Rho L bölünsün 2S'dir. İkincidə isə Rho L bölünsün S-dir. Yəni bu müqaviməti 2 dəfə böyükdür. Buna məsələn 2R desək, buna bir dənə R deyə bilərik. İndi yazıram I1 bölü I2 bərabərdir. Radius müqavimətlə tərs asılıdır. R2 bölünsün R1. Nəyə görə tərs asılıdır? Çünki I bərabərdir U bölü R'dir və paralel birləşmədə gərginlik sabit olduğu üçün cərəyan şiddəti müqavimətdən tərs asılıdır. Bu da bərabərdir. R2-nin yerinə bunu yazıram. 2R. R1-in yerinə bunu yazıram. R. R'lər ixtisar getdi, qaldı geriyə 2. Yəni cərəyan şiddətlərinin nisbəti 2-yə bərabərdir. Növbəti sualda. Dövrəni elektrik hərəkət qüvvəsi 16 volt olan mənbəyə qoşduqda cərəyan şiddəti 2 amper olmuşdur. Qapalı dövrənin faydalı iş əmsalı 75% olarsa, mənbəyin daxili müqavimətini hesablayın. İndi cərəyan şiddətinin düsturu I bərabərdir epsilon bölünsün R plus R'dir. Faydalı iş əmsalının düsturu isə eta bərabərdir R bölünsün R plus R'dir. Və buradan biz nə isə tapa bilərik. Deməli, elektrik hərəkət qüvvəsi var, cərəyan şiddəti var. Gəlin bunları tərəf-tərəfə bölək. Yazıram I bölünsün eta. Görək ki, nə alınacaq? Bərabərdir. Tərəf-tərəfə böləndə bunlar ixtisar gedir hər ikisində olduğu üçün. Qalır geriyə epsilon bölünsün R. Yəni I-ni etaya böləndə epsilonun R-ə nisbəti qalır. Məxrəclər ixtisar getdi. İndi bizə nə lazımdır burada? Elektrik hərəkət qüvvəsi var. Faydalı iş əmsalı var, cərəyan şiddəti var. O zaman xarici müqavimət yoxdur bizdə. R bərabərdir. Yazacağım burada. I-ni məxrəcdə, epsilon və etanı da kəsirin surətində. Bu da bərabərdir. Epsilon, yəni elektrik hərəkət qüvvəsi 16 volt yazdım. Vurulsun. Faydalı iş əmsalı 75%, yəni 0,75. Bölürəm cərəyan şiddətinə, cərəyan şiddəti də 2 amperə bərabərdir. 16-nı 0,75-ə vuranda 12 eləyir. 12-ni də 2-yə böləndə alırıq 6 ohm. Yəni xarici müqavimət 6 ohma bərabərdir. Bunu biləndən sonra daxili müqaviməti tapa bilərikmi? Yəqin ki, tapa bilərik. I bərabərdir epsilon bölünsün R üstəgəl R-dən. R üstəgəl R bərabərdir epsilon bölünsün I yazırıq. Və buradan kiçik R-i tapmaq üçün epsilon bölünsün I çıxılsın böyük R yazıram. Buradan R bərabərdir epsilon, yəni elektrik hərəkət qüvvəsi 16 voltdur. Yazdım. 16 bölünsün. Cərəyan şiddəti verilib 2 amper. Bölürəm 2-yə. Çıxılsın xarici müqaviməti də hesabladıq 6 ohm. Çıxılsın 6. Bu da bərabərdir. 16-nı 2-yə böldüm. 8, 8-dən 6-nı çıxdım, qaldı 2 ohm. Yəni mənbəyin daxili müqaviməti 2 ohma bərabərmiş. 52-ci sualda. Qapalı dövrədəki cərəyan mənbəyinin qütublərindəki gərginliyin cərəyan şiddətindən asıllıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun xarici müqavimətin qiymətini ohm ilə hesablayın deyir bizə. Deməli, buradakı qiymət, yəni 15 elektrik hərəkət qüvvəsinin qiymətidir. Elektrik hərəkət qüvvəsi 15-ə bərabərdir. Buradakı 10 isə qısa qapanma cərəyan şiddətini göstərir. Yəni qısa qapanma cərəyan şiddəti 10 amperə bərabərdir. İndi biz buradan daxili müqaviməti hesablaya bilərik. R bərabərdir epsilon bölünsün I yazacağıq. Epsilon, yəni elektrik hərəkət qüvvəsi 15 volt, cərəyan şiddəti 10 amper. Bunları bir-birinə böldüyümüz zaman daxili müqavimət 1,5 ohm alınır. Və bunu biləndən sonra yəqin ki, xarici müqaviməti hesablaya biləcəyik. U bərabərdir epsilon vurulsun R bölünsün R üstəgəl R yazıram. Qiymətlərini gətirib yerinə qoyaq. Gərginliyin qiyməti 10-a bərabərdir. 10 bərabərdir elektrik hərəkət qüvvəsi 15-dir. 10 bərabərdir 15 vurulsun R bölünsün R üstəgəl 1,5. Çarpaz şəkildə vursaq 10R üstəgəl 15, yəni 1,5-i 10-a vurduq, 15 elədi, bərabərdir 15R. Buradan
15 bərabərdir 15R çıxılsın 10R. Və buradan 15 bərabərdir 5R və R-i tapsaq 15-i 5-ə bölərik. Bu da eləyər 3 ohm. Yəni mənbənin xarici müqaviməti nədir? Dövrədəki xarici müqavimət 3 ohma bərabərmiş. 53-cü sualda verilmiş sxemdə uyğunluğu müəyyən edin deyir. K açarının açıq vəziyyətində voltmetrin göstərişi. Açıq vəziyyətdə voltmetr elektrik hərəkət qüvvəsini göstərir. Yəni birinciyə olmalıdır. Elektrik hərəkət qüvvəsi nə qədərdir? 10 volt. Yəni birinciyə 10 volt olmalıdır. Bu da A variantına verilib. Yəni 1-ə A variantı getdi. 2-yə K açarı qapandıqda. K açarı qapandıqda voltmetrin göstərişi U bərabərdir epsilon R bölünsün R plus R. Bu da bərabərdir. Epsilon yəni elektrik hərəkət qüvvəsi 10 volt. Xarici müqavimət 4 ohm bölünsün 4 üstəgəl daxili müqavimətdə 1-dir. Bu da bərabərdir 40/5, o da bərabərdir 8 volt. Yəni K açarının qapalı vəziyyətində voltmetr 8 voltu göstərir ki, bu da B variantında verilmişdir. Üçüncüsü, K açarının açıq vəziyyətində ampermetrin göstərişi. Açar əgər açıq olarsa, aşağı hissə, yəni bura nəzərə alınmaz və bu hissə nəzərə alınmadığı üçün buradan da cərəyan keçməz. Çünki voltmetrlərin müqaviməti çox böyük olur. Bu hissədən cərəyan keçmədiyi üçün ampermetrin göstərişi də 0-a bərabər olar. Yəni 3-ə də yaza bilərik D variantı. 1A, 2B, 3-də də D variantı oldu. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.